sosial iş haqqında məlumat vermək istəyirəm. İlk əvvəl ahıllıq nədir, o haqqda məlumat vermək istəyirəm. Ahıllıq insanların fiziki, psixoloji sağlamlığının itirilməsi, zəifləməsi ilə başlayan qaçınılmaz bir prosesdir. Belə ki, ahıllığa tam olaraq bir tərif vermək mümkün deyil. Çünki müxtəlif cəmiyyətlərdə ahıllara müxtəlif təriflər verirlər. Elə cəmiyyətlər vardır ki, orada ahıllığın başlanması ikinci nəslin doğulması ilə başlayır. Yaşdan asılı olmayır. Əgər ikinci nəsil nəvə dünyaya gəlirsə, artıq ahıllıq prosesinin başlanması deməkdir. Ancaq Rusiya Federasiyası, Avropa ölkələri, Amerika Birləşmiş Ştatlarında bu fərqlidir müəyyən, həmçinin Azərbaycanın özündə də bu müəyyən yaşdan başlayır ahıllıq ki, bu da əsasən 60-65 yaşdan bu proses başlayır. Əslində ahıllıq yəni birdən-birə baş verən bir proses deyil. Ahıllıq insan doğulan gündən qocalır ifadəsi yalnız fəlsəfi bir fikir deyil, bu həm də bioloji bir əsası vardır. Çünki araşdırmalara görə 10 yaşından sonra insanın göz koordinasiyasında zəifləmələr başlayır. Bu yaşa qədər ən ciddi şəkildə, ən çox inkişaf 10 yaşına qədər gedir. Ancaq 10 yaşından sonra göz koordinasiyası zəifləməyə başlayır. Başqa bir misal olaraq insanın intellektin qəbul etməsi 13-16 yaşında ən yüksək səviyyəyə çatır. Artıq 16 yaşdan sonra bu proses bir qədər zəifləməyə başlayır. Düzdür, 20 yaş, 25 yaşa qədər də bu proses davam edə bilər. Ancaq bir digər hallarda, əsas hallarda ən maksimum həddə bu yaşdan sonra başlayır. Ahıllığın ilkin əlamətləri sağlamlıq problemlərinin yaranması ilə əlaqədardır. Belə ki, İlk əvvəl gözlərdə zəifləmə, həmçinin eşitmədə zəifləmə başlayır. Daha sonra dadbilmədə də müəyyən dəyişikliklər başlayır. İnsanın psixoloji durumunda, həyata baxışında, həmçinin insanlarla münasibətlərində belə artıq ahıllıq dövründə dəyişiklik baş verir ki, bu da ahıllığın əsas göstəricilərindən biridir. Ahıllığın konkret bir yaşı dediyim kimi yoxdur, ancaq əsasən ahıllığı 60 yaşdan başlayır, demək olar ki. Növbəti sizə ahıllar haqqında anlayışlardan danışmaq istəyirəm. Ahıllarda iki fərqli anlayış vardır. Birincisi, təqvimi yaşla götürülür ki, buna xronoloji yaşda deyilir. Bu nə deməkdir? Yəni, insanın doğulduğu gündən yaşadığı hal-hazırdakı günə qədər olan yaşıdır ki, bu onun əgər 60 yaşa, 65 yaşa çatıbsa, artıq o insana ahıl demək olar. Bir də ki, ikinci olaraq bioloji yaşdır ki, buna funksional yaşda deyilir. Yəni, bu nə deməkdir? İnsanın sağlamlığı yerindədirmi, insanlarla münasibət qura bilirmi, hələ də sosial əlaqələrini qoruyub, saxlayıbmı kimi məsələlərdir ki, yəni ola bilər ki, insan 65 yaşına çatsın, ancaq onun sağlamlığı yerində olduğuna görə tam olaraq ona ahıl deyə bilmərik. Yəni, bu insanın yaşam tərzindən, xarakterindən, xüsusiyyətlərindən asılı olaraq dəyişən bir şeydir. Növbəti sizə qocalığın tarixi haqqında danışmaq istəyirəm. Əslində qalsa, qocalıq ibtidai icma quruluşunda qocalar var idi. Orada bərabərlik əsasında həyat davam etdiyi üçün bir müddətdən sonra icmanın zəif üzvləri olmağa başladı və bunlar qocalar idi, onlara yararsız insanlar deyildilər və hətta o icma dövründə bu insanları müəyyən yollarla öldürürdülər ki, zəif üzvlər icmadan təmizlənsin. Ancaq şuurla əlaqədar baş verən inkişafda zamanla artıq qocaların müdriş olduğuna, onların təcrübələrindən faydalanmalı olduqlarına inandılar və gənclər nə qədər çeviş güclü olsa da qocaların fikirlərindən yararlanmağın vacib olduğunu düşünməyə başladılar və artıq qocalığa münasibət dəyişməyə başladı ki, bu da ibtidai orta əsrlərdə də qocalara münasibət dəyişdi. Mən ikinci olaraq Azərbaycanda orta əsrlərdə qocalara münasibət haqqında danışmaq istəyirəm. Belə ki, Azərbaycanda atalar sözləri şifahi xalq ədəbiyyatının ən bariz nümunələrindən biridir ki, bu qocalara olan hörmət və ehtiramın nümunəsidir. Həmçinin 7-ci əsrə məxsus olan Kitabi-Dədə Qorqud dastanda qocaların el ağsaqqalına qoyulan hörmət, onlara qoyulan ehtiramın sübutudur ki, onların müdriş fikirlərinə yararlanaraq tayfalar, icmalar inkişaf edirdi. Üçüncü olaraq burjuaziya dövründən danışmaq istəyirəm, xüsusilə də Azərbaycanda. Kapitalist münasibətlərin inkişafı ilə əlaqədar olaraq
burjuaziya sinfi yaranmağa başladı ki, Azərbaycanda da burjuaziya sinfi yaranmışdı ki, bunun bariz nümunələrindən Hacı Zeynalabdin Tağıyevi göstərmək olar. O, hətta qocalar üçün öz mülklərindən qocalar evi düzəltmək üçün, istifadə üçün vermişdi. Növbəti olaraq Sovet dövründə ahıllığa münasibət necə idi? 17-ci ildə Bolşeviklərin hakimiyyətə gəlməsi ilə müəyyən Xalq Komissarları Şurası yaradıldı ki, bunlar sırf sosial məsələlərlə bağlı idi. Həmçinin ahılların problemləri, onların həll olunmasına bağlı bu şura fəaliyyət göstərirdi. Daha sonra artıq 28-32-ci ildə ahıllarla bağlı baza yaranmağa başladı və 56-cı ildə də tam olaraq ahılların pensiya təminatı həmçinin bütün Sovet ölkələrində Azərbaycanda daxil olmaqla həyata keçirilməyə başladı. Və Azərbaycanın müstəqillikdən sonraki dövründə ahıllığa münasibət isə demək olar ki, daha inkişaf etmiş, daha təkmilləşmiş şəkildə həyata keçirilirdi. 2001-ci ildə ümumilli lider Heydər Əliyevin ahıllığa qarşı sosial təminat məsələsi daha çox gündəmə gətirdi və 2001-ci ildə bu haqda sərəncam imzaladı. Onların problemləri, həmçinin onlara sosial xidmətlərin göstərilməsi, sosial yardımların göstərilməsi ilə bağlı və 2006-cı ildə də pensiya təminatı ilə bağlı sərəncam imzalandı və hal-hazırda da ahıllığa olan diqqət Azərbaycanda kifayət qədərdir ki, bu Azərbaycanda ahıllar evi, ona aid müəssisələr, könüllü təşkilatlar, klublar fəaliyyət göstərir. Növbəti olaraq ahıllığın mərhələlərindən danışmaq istəyirəm. Bir qədər əvvəl qeyd elədiyim kimi, bunun konkret bir yaş olaraq demək mümkün deyil. Müəyyən cəmiyyətlərdə bu fərqlənir bu yaş dövrü, amma ümumi olaraq ahıllıq 3 mərhələyə bölünür. Birinci erkən yaşlılıqdır ki, bu sırf yaşlılıqdır. Bu zaman fiziki və psixoloji cəhətdən daha güclüsən, daha sağlamsan və sosial münasibətlərini hələ də qoruyub saxlayırsan, dövlətin və cəmiyyətin işində hələ də iştirak edirsən. İkinci dövr qocalıq dövrüdür ki, bu da 75-89 yaş dövrünə təsadüf edir. Bu dövrdə müəyyən sağlamlıq problemləri yaranmağa başlayır ki, bu sağlamlıq problemləri həmçinin onların sosial münasibətlərinə də təsir etməyə başlayır, sosial fəallıq azalır və insanlar demək olar ki, yavaş-yavaş, tədricən izolyasiya olunmağa başlayır bu dövrdə ahıllar. Üçüncü dövr isə uzun ömürlülük dövrüdür ki, bu da 90 yaş və ondan sonraki yaş mərhələlərini əhatə edir. Bu yaş dövründə daha kəskin sağlamlıq problemləri yaranmağa başlayır. Həmçinin sosial fəallıq azalır və demək olar ki, bütün ehtiyacları kiminsə yardımı ilə həyata keçirilir, həyat keyfiyyəti aşağı düşür, sosial dəstək lazım olur və bununla da ahıllığın son mərhələsi deyə bilərik buna. Ahıllığın müsbət və mənfi xüsusiyyətlərindən danışmaq istəyirəm. İlk əvvəl qeyd edeyim ki, cəmiyyətlərdə ahıllaşma prosesi getdikcə güclənir. Birinci Dünya müharibəsi, həmçinin İkinci Dünya müharibəsində gənc nəslin müharibələrdə tələf olması bu gənclər və ahıllar arasındakı tarazlığın pozulmasına gətirib çıxardır. Demək olar ki, artıq cəmiyyətimiz yaşlanmağa başlayır. Bu həm Azərbaycan üçün, həm də dünya ölkələri üçün keçərlidir. Və 1950-ci illər statistikasında ahılların sayı 10% təşkil edildi. Daha sonra 2000-ci illərdə bu faiz 15%-ə qalxdı. Növbəti 2050-ci illər üçün bu faiz 30% qədər proqnozlaşdırılır ki, bu da cəmiyyətin ahıllaşmasının sürətləndiyini göstərir. Əlbəttə ki, bunun da müəyyən səbəbləri var bu ahıllaşmanın səbəbləri. Həmçinin Azərbaycan haqqında bu statistikadan danışmaq istəyirəm. Azərbaycanda hal-hazırda 4,5% qədər təşkil edir. Əlbəttə ki, bunun da səbəbi Birinci və İkinci Qarabağ müharibəsində iştirak edənlərin şəhid olması. Bunun əsas sübutudur ki, 300-ə yaxın İkinci Qarabağ müharibəsində Azərbaycan şəhidi verib və bu da gənc nəslin azalmasına, ahılların çoxalmasına səbəb olubdur. Növbəti olaraq, əgər bir də qeyd etmək istəyirəm ki, ahılların dünya üzrə faizindən danışmaq istəyirəm. Ən çox ahıl say olaraq Yaponiyadadır. Demək olar ki, əhalinin 30%-ə qədəri ahıldır. Amma faiz olaraq deyildikdə isə Monako birinci yerdədir.
Həmçinin Avropa növbəti yerlərdə isə Avropa ölkələri tutur, İtaliyadır, Finlandiyadır. Demək olar ki, ahılların sayının çox olduğu ölkələrdəndir. Və ən az ahılın olduğu ölkələr isə Ərəb ölkələridir. Birləşmiş Ərəb Əmirliyidir, Qatardır. Bu kimi ölkələr ahılların daha az olduğu ölkələr sırasındadır. Və ahıllığın cəmiyyətimizə, ahıllaşma prosesləri ümumiyyətlə cəmiyyətimizə, dövlətimizə mənfi və müsbət tərəfləri vardır əlbəttə ki. İlk olaraq müsbət tərəflərindən danışmaq istəyirəm. Birincisi, müsbət tərəfi təcrübə və biliklərindən faydalanmasıdır. Yəni, ahılların müəyyən təcrübələri, həmçinin bilikləri vardır ki, cəmiyyətimiz, dövlətimiz o biliklərdən faydalanıb yaxşı işlər görə bilər. Həmçinin ikinci ailə dəyərlərinin qoruyucusudur ahıllar. Bəli, ailə münasibətlərinin sıx olması həmçinin ahıllarla bağlıdır. Bu xüsusilə də müəyyən bayramlarda bu da onun sübutudur ki, həqiqətən də ahıllar olan yerdə adət-ənənələr daha çox qorunub saxlanır. Növbəti könüllülük və sosial iştirak kimi bir müsbət xüsusiyyət də vardır. Bu nədir? Ahıllar əsasən müəyyən tədbirlərdə iştirak edirlər, könüllü şəkildə sosial iştirakı həyata keçirdirlər və onların biliklərindən könüllülükdə, sosial iştirakda faydalanır hər kəs. Növbəti mənfi xüsusiyyətindən danışmaq istəyirəm. Mənfi xüsusiyyətləri, bəli, bir neçə mənfi xüsusiyyətləri var və dövlətlər, birləşmiş təşkilatlar, həmçinin Ümumi Dünya Səhiyyə Təşkilatı bu ahıllaşmanın qarşısını almağa çalışır. Bunun da səbəbi mənfi xüsusiyyətlə, mənfi təsirlərlə bağlıdır. İlk əvvəl onu deyim ki, ahıllar sosial təminat sisteminə və iqtisadi sistemə yükdür. Belə ki, ahıllar üçün müəyyən pensiya təminatı var, onlara müəyyən yardımlar göstərilir, sosial xidmətlər göstərilir ki, bunların hamısı iqtisadi vəsait hesabına başa gələn məsələlərdir. Ona görə də dövlətlər çalışır ki, bu ahıllaşmanı, cəmiyyəti gəncləşdirsin və ahıllaşmanın müəyyən dərəcədə qarşısını alsınlar. Sağlamlıq sisteminə tələbat artır. İkinci mənfi xüsusiyyəti də budur. Bəli, artıq ahıllarda 60 yaşdan sonra, daha iləriki yaşlarda, mərhələlərdə ahılların sağlamlıq problemləri artır və onların dövlət dəstəyi, sosial dəstəyə ehtiyacları olur. Bu da səhiyyənin yükünü həddindən artıq artırır, səhiyyə üzərində təzyiqlər artmağa başlayır. Həmçinin əmək bazarında da müəyyən fərqlər yaranmağa başlayır. Ahıllaşma ilə bağlı təcrübəli, bilikli insanlar əmək bazarına gedə bilər, bu cəmiyyətə mənfi təsir göstərə bilər. Həmçinin ahıllar bəzən yaşından artıq işlədiyi zaman gənclərə də yer qalmır. Bu da başqa bir mənfi xüsusiyyətidir. Yəni bunlar olsa da, mənfi və müsbət xüsusiyyəti olsa da, ahıllar cəmiyyətimizin bir parçasıdır və onlara qarşı müəyyən tədbirlər mütləq görülməlidir. Ahıllığın gender xüsusiyyətləri nədir? Əvvəla, qadın və kişi ümumi olaraq fərqli insanlardılar. Fərqli yaradılışları, həyata baxış bucaqları fərqlidir və təbii ki, bu fərqlilik ahıllıq dövründə də özünü göstərir. Belə ki, ilk əvvəl ahılların ilkin problemlərindən biri sağlamlıq problemləridir. Yəni, bu qadınlarda və kişilərdə fərqli şəkildə özünü göstərir. Qadınlarda sağlamlıq problemləri daha çoxdur və onlarda olan xəstəliklər daha ciddi xəstəliklərdir. Xüsusilə qadın xəstəliklər və cinsi xəstəliklər qadınlarda daha təhlükəli hal alır, kişilərdə isə əksinədir. Sonra qadınlar kişilərdən daha uzun ömürlü olurlar. Bu artıq isbat olunmuş bir faktdır. Mən diaqramda da göstərmişəm. Hal-hazırda dünya əhalisinin 55% qadın, ahılların 55%-ni qadınlar təşkil edir, 45%-ni kişilər təşkil edir. Lakin buna baxmayaraq, qadınların kişilərdən xəstələnmə ehtimalı, xəstəliklərin sayı kişilərdən daha çoxdur. Kişilərlə müqayisədə yoxsulluq riski yaşlı qadınlarda daha yüksəkdir. Bəli, qadınlar daha çox qeyri-rəsmi işlərlə məşğul olduqlarına görə onların yaşlılıq dövründə, pensiyalarında, həmçinin iqtisadi vəziyyətlərində müəyyən qədər fərqlər olur. Kişilərdə gəlirlər daha yüksək olur. Kişilər daha qısa ömür sürsələr də, dediyim kimi sağlamlıq imkanları nisbətən daha yaxşı ola bilir. Bir də qadınlarla kişilərin əsas fərqlərindən biridir ki, bu ahıllıq dövründə də özünü göstərir. Sosial münasibətlərin qurulmasıdır ki, bu da dostlarla, tanışlarla, qonşularla olan münasibətlərdir ki, qadınlar
daha çox bu münasibətləri qoruyub saxlayırlar, qadınlar daha çox sosialdılar. Ancaq kişilərdə bir qədər, xüsusən də pensiya yaşından sonra bu proses sosial əlaqələr zəifləyir və tənha qalma riski daha yüksəkdir. Ona görə də bu qadınlarla kişilərin tamamilə fərqlənir ahıllıq dövrü. Ancaq bir müddətdən sonra onların həyata baxışı hardasa 75 yaşdan sonra eyniləşə bilər. Xüsusilə də məsələn özünü qiymətləndirmə kimi məsələlərdə belə ki, qadınlar və kişilər daha çox özünü qiymətləndirmədə uğursuzluğun nəticəsini uğursuz nicahda, övlad itkisində yaxud uğursuz karyerada görürlər. Bu erkən yaşda 60-65 yaş arasında kişilərdə daha aktualda, daha onlar pozitiv yanaşırlar buna. Ancaq qadınlar daha çox bu məsələnin üstünə düşür, daha çox bu haqda danışırlar ki, yəni mənim uğursuzluğumun səbəbi uğursuz nicahım yaxud da ki, uğursuz karyeram olubdur. Ancaq 75 yaşdan sonra qadınlar və kişilər özünü qiymətləndirmədə hardasa eyni nöqtəyə gəlmiş olurlar. Və ahıllarla sosial işin beynəlxalq prinsiplərindən danışmaq istəyirəm. Ümumiyyətlə, ahıllarla bağlı əsas məsələlər beynəlxalq təşkilatlar və dövlətlərin öhdəsindədir. Xüsusilə də Birləşmiş Millətlər Təşkilatı və Ümumi Səhiyyə Təşkilatında adını çəkmək olar ki, onlar əsas yükü demək olar ki, öz üzərlərinə götürürlər. Və beynəlxalq təşkilatların müəyyən tövsiyələri vardır bu barədə dövlətlərə və dövlətlər də bu tövsiyələri öz siyasətlərinə uyğunlaşdırıb ahıllarla bağlı sosial siyasət təyin etməlidirlər. Birincisi, İnsan ləyaqətinə və hüquqlarına hörmət. Yəni, burada söhbət ahıllardan gedirsə, bəli, bəzən ahılların hüquqları pozula bilər. Bunların qarşısı almaq üçün onlara ən optimal variantların, təkliflərin, yardımların göstərilməsi üçün dövlət müəyyən dərəcədə bu sahədə işlər görməli, müəyyən bir siyasət müəyyən eləməlidir. İkincisi, müstəqillik və özünü təyindir. Tüm ahıllar həmçinin qida, sığıncaq, ev kimi xidmətlərinə təmin olunmalıdır və özlərinə aid qərarları özləri verməlidir. Yəni, onlar ahıldır deyə onları qərar vermək hüququndan heç kim məhrum edə bilməz. Və iştirak və sosial inteqrasiya. Buna bayaq bu haqda danışdım demək olar ki, dövlətlər və beynəlxalq təşkilatlar daha çox bunun üzərində çalışır ki, ahıllar artıq iştirak eləsin dövlət və cəmiyyət işlərində. Müəyyən könüllülük təşkilatları ola bilər, müəyyən klublar ola bilər, həm onların müəyyən dərəcədə başlarını qatmış olarlar, həm də ki, onların təcrübə və biliklərindən yararlanmış olarlar. Və dövlətlər də çalışmalıdır ki, öz sosial siyasətlərini buna uyğun tənzimləsinlər. Və Azərbaycanda qeyd etmək istəyirəm ki, belə klublar, təşkilatlar vardır. Orada müəyyən oyunlar oynayırlar, ahıllardan həm təcrübələrindən faydalanır, həm də onları müəyyən dərəcədə vaxtlarını səmərəli keçirməsi üçün fəaliyyət göstərirlər. Üçüncü, ədalətli xidmətlərə çıxış. Bəli, bəzən yaşlılar bu kimi problemlərlə qarşılaşırlar. Yəni, onlara qarşı münasibətdə bir qədər ədalətsizlik ola bilər. Düzdür, Azərbaycan cəmiyyətində bunu deyə bilmərik. Çünki hər zaman Azərbaycan cəmiyyətində qocalara qarşı hörmət olubdur, amma bəzən onlara qarşı ədalətli xidmət göstərilmir. Və bunun üçün də beynəlxalq təşkilatların tövsiyəsi odur ki, bu sahədə tədbirlər görülsün. Mədəni və fərdi dəyərlərə hörmət. Ola bilər, ahılımız müəyyən dini inancı fərqli ola bilər, həyata baxışı fərqli ola bilər və fikirlərini də fərqli şəkildə ifadə etmiş ola bilər, şəxsi düşüncəsi, xüsusiyyəti fərqli ola bilər. Buna görə də onların bu davranışlarına hörmət etmək lazımdır, onların hüquqlarını qorumaq lazımdır, onların dəyərlərinə hörmət etmək lazımdır. Və etik peşə davranışı. Etik peşə davranışı bilirsiniz ki, ahıllarla sosial işçilər çalışırlar və bu sosial işçilər ahıllarla işləmək üçün müəyyən xüsusiyyətləri olmalı, müəyyən qabiliyyətləri, peşəkarlıqları olmalıdır ki, ahıllarla işləsin, onların psixoloji vəziyyətini nəzərə alsın, onların fiziki vəziyyətini nəzərə alsın, onlarla iş apararkən onları empatiya qura bilsin, həmçinin etimad göstərsin, həmçinin onlara hörmət etsin və s. Bunlar əsasən sosial işçilərin üzərinə düşən məsələdir ki, əgər etik peşə davranışı göstərməzlərsə, ahıllarla aparılan iş yaxşı nəticə verməmiş olar.
Və qeyd etmək istəyirəm ki, ahıllarla bağlı danışacaqlarım bu qədər. Ancaq bütün dünya cəmiyyəti, həmçinin Azərbaycan cəmiyyəti də ahıllara hörmət göstərməli, onların dəyərlərini qorumalı, onların fikirlərinə hörmət göstərməlidir.